Salam dostlar, bu video sizin karşınıza çıktısa bu bir təsadüf değil. Videolarımızı beğenin, kanalımıza abone olun ve like etmeyi de unutmayın. Emeğe kıymet olarak videolarımı like etməyinizi xahiş edirəm. Dostlar, bugün də mən Qarabağ menyusunun ləziz təamlarından biri olan dadlı mı dadlı, gözəl mi gözəl bir yemək pişirəcəm sizlər üçün. Bu yemək bilmirəm digər bölgələrdə bişirilmir. Yəni bu haqda heç bir məlumatım yoxdur. Lakin Qarabağ bölgəsində ən məşhur yeməklərdən biridir və hər kəsin menyusuna daxil olan bir yeməkdir. Yay aylarında bu yemək çox bişirilir, hər kəsin evində bişirilir və həqiqətən də dadı çox gözəldir. Mən də çox sevirəm yay fəslində bu yeməyi tez-tez bişirməyi. İndi isə keçək bu yeməyin necə bişirilməsinə. Öncə gördüyünüz kimi tərəvəzləri doğradım. Bizə lazım olan tərəvəzlər soğan, pomidor, acı və şirin biber olacaq. Deməli, öncə biberı və pomidoru doğradım. Daha sonra isə boranı doğrayıram. Boranın içi bizə lazım deyil. Boranın içini çıxarıb atırıq. Yalnız üst qabağı lazımdır. Gördüyünüz kimi burada da nazik dilimlərə ayırırım boranı və içini atıram. Bildiyiniz kimi boranın içindən təbabətdə, yəni tumlarından təbabətdə çox istifadə olunur. Dərmanların hazırlanmasında falan boranı tumundan istifadə olunur. Boranı yaşı olduğu üçün biz bunun içini atırıq. Çünki bunun tumları hələ də yetişməyib. Yalnız yaşı qabıqları istifadə olunur. Formada doğradıktan sonra xırda dilimlərə nazik qatla bölürük. Bu isə boranımızın pik nöqtəsidir. Doğrandıktan sonra üzərinə duz səpilir, acı suyu çıxsın. Boranı acı suyun buraxana kimi mən sizə bir məlumat verim. Mən özüm Faberlik şirkətində çalışıram və 3 il öncə bu doğrayıcını əldə etmişəm. Doğrudan da mənim mətbəxdəki ən yaxın dostumdur. Mənə çox yardımı toxunur. Həqiqətən də tərəvəzləri çox qəşəng doğrayır. Mənim heç xoşum gəlmir soğan doğramaqdan, ancaq bu məhsulla mən soğanları çox böyük həvəslə doğrayıram. 3 ildir davamlı şəkildə istifadə etməyimə baxmayaraq, bıçağında heç bir paslanma, heç bir ləkə yoxdur. Soğanı biraz qovurduqdan sonra boranları sıxaraq soğana əlavə edirəm. Daha sonra isə doğradığım pomidoru və biberi əlavə edib, qarışdırıb və qazın ən zəif kodunda pişməyə qoyuram. Son mərhələ olaraq yumurtanı istəyə görə sayını təyin edə bilərsiniz. Boranı bu şəkildə bişdikdən sonra yumurtanı əlavə edirik və təkrar qapağını örtürük və yeməyimiz hazırdır. Göz haqqınızı halal edin, bişirənlərə nuş olsun.